Şəhərin mərkəzində yerləşən binadan iri parçalar qoparaq avtomobillərin üzərinə tökülür. Söhbət Əl-Əşrəf Əlizadə küçəsi 137-139 ünvanında yerləşən Effekt İnşaat şirkəti tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasından gedir. Xəzər xəbərin qaynar xəttinə göndərilən video görüntülərdə binanın fasadından iri daş parçalarının qoparaq yol kənarına və avtomobillərin üzərinə töküldüyü aydın görünür. Kadrlardan məlum olur ki, hadisədən sonra ərazidə çalışan təmizlik işçisi qopan daş parçalarını yığışdırır. Lakin sakinlərin sözlərinə görə bu problemin aradan qaldırılması deyil, yalnız müvəqqəti tədbirdir. Onlar bildirirlər ki, fasadın qəzalı vəziyyətdə qalması hər an bədbəxt hadisənin baş verməsi riskini artırır. Şəhərin mərkəzində yerləşən bu çox mərtəbəli binada təhlükəli vəziyyət yaranıb. Binanın fasadından qopan iri parçalar aşağıya tökülür. Bu da həm ərazidə intensiv formada hərəkət edən avtomobillər, həm də piyadalar üçün ciddi təhlükə yaradır. Bina sakinlərinin sözlərinə görə problem yeni deyil. Onların iddiasına əsasən təxminən 3 ildir ki, fasadın müxtəlif hissələri qoparaq aşağı tökülür. Bu müddət ərzində dəfələrlə binanın istismarına cavabdeh şəxslərə müraciət edilsə də nəticə əldə olunmayıb. Bina demək olar ki, 3 ildir bu vəziyyətdədir. Hər külək olanda, güclü külək olanda binanın dörd bir tərəfindən kabalçik daşların hamısı qopur, tökülür avtomobil texnikaların üzərinə, mərkəzi yola tökülür. Oradan çoxlu sayda uşaqlar, əhali oradan necə deyim, hərəkət edir, onlara xəsarət yetirir. Mən çox həyəcanlar yaşadım ki, Allahdan ki, aşağıdan kimsə getmirdi. Körpək, nəsə bir qadın, uşaq getmirdi oradan. Dəfələrlə müraciət olunub, rəhbərlik bura vəsait ayırmır. Deyib, mən tikib təhvil vermişəm, binaya mən cavabdeh deyirəm. Sakinlər özləri öz xəstələrinə hər bir şey eləməlidirlər. Sakinlərin şikayəti ilə bağlı binanın komendantı vəzifəsini müvəqqəti icra edən şəxslə əlaqə saxladıq. O binanın fasadından hazırda heç bir daşın qopmadığını və ümumi fasadın yenilənməsi üçün lazım olan vəsaitin əldə olmadığını bildirdi. Nərmin Məmmədhəsənli, Cabbar Qaryağdıoğlu, Kəmal Əlimuradova, Xəzər xəbər.